Salam əziz şagirdlər, biz bu günləri say mövzusunu keçəcəyik. Əvvəlcə say haqqında ümumi bir məlumat verim. Ümumi qrammatik mənasına görə əşyanın, yadda saxlayaq. Çünki hərəkətin də miqdarını bildirən hissəsi, yəni itki hissəsi var. Əşyanın miqdarını və sırasını bildirən neçə, nə qədər, neçənci, suallarından birinə cavab verən itki hissəsinə say deyilir. Yəni, ümumi qrammatik mənasına görə əşyanın miqdarını, sırasını bildirir, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Sayın quruluşca 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Sadə saylar bir söz kökündən ibarət olur. Ona leksik şəkilçilərin heç biri qoşulmur. Kökdən ibarət olur. Belə. Məsəl üçün 1, 5, 10, milyon və s. Düzəltmə saylar isə leksik şəkilçilər vasitəsilə yaranır. Bu şəkilçilərimiz hansılar ola bilər? İnci, üstü 4, larla, üstü 2, larca, hətta, L üstü 4. Gəlin baxaq. Bir də eyni zamanda acıq şəkilçisi var. Qeyri-məhsuldar şəkilçidir. Acıq. Məsələn, çoxlu, 5-ci, yüzlərlə, minlərlə, minlərcə, daha sonra azacıq və s. Bunlar düzəltmə saylardır. Leksik şəkilçilər vasitəsilə yaranır. Mürəkkəb saylar isə iki və daha artıq sözün birləşməsi vasitəsilə əmələ gəlir və bunlara mürəkkəb saylar deyilir. 15, 5-6, və s. Deməli, sayın mənaca növləri. Sayın mənasına görə 2 növü var. 1. Miqdar sayları. Bir də 2. Sıra sayları. Deməli, sayın mənasına görə 2 növ var. Miqdar sayı, sıra sayı. Miqdar sayı da öz növbəsində 3 yerə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar, üçüncüsü isə kəsr sayları. Deməli, sayı mənasına görə 2 növü var. Miqdar, sıra sayı. Miqdar sayının isə öz növbəsində 3 yerə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayları. Əvvəlcə biz danışacağıq miqdar sayının müəyyən miqdar sayından. Yəni bölgüsü olan müəyyən miqdar sayından. Müəyyən miqdar sayı
əşyanın konkret miqdarını bildirən saylardır. Və müəyyən miqdar sayları neçə, nə qədər sualların birinə cavab verir. Müəyyən miqdar saylarından sonra gələn isimlər cəm şəkilçisi qəbul etmir. Məsəl üçün 5 dəftərlər yazsam səhvdir. Çünki nə üçün? Müəyyən miqdar sayından sonra gələn isimlər cəm şəkilçisi qəbul etməməlidir. Və eyni zamanda müəyyən miqdar sayları quruluşuna görə iki yerə bölünür. Sadə və mürəkkəb. Çünki müəyyən miqdar saylarının içərisində düzəltmə olanı yoxdur. Mürəkkəb ola bilir, sadə ola bilir, 5, 15 və s. Dilimizdə quruluşca sadə olan 23 müəyyən miqdar sayı vardır. Bir də numerativ sözlər var. Numerativ sözlər müəyyən miqdar sayı ilə olduğu isim arasında bəzən elə bir sözlər işlənir ki, həmin əşyaların tələblərinə görə saylardan sonra, yəni isimlərdən əvvəl bunlara numerativ sözlər deyilir. Və numerativ sözlər iki cür olur. Əsas vəzifəsi numerativ olan sözlər bir də eyni zamanda əsas vəzifəsi numerativ olmayan, ancaq numerativ söz kimi işlənə bilən sözlər. Əsas vəzifəsi numerativ olan sözlər hansılardır? Dənə, dəst, nəfər, cüd, metr, ton, litr, dəst, kilo, və s. Məsəl üçün 2 2 litr süt, 2 dəst paltar, 5 kilo arpa və s. Bunlar əsas vəzifəsi numerativ olan sözlərdir və sayla isim arasında işlənir. Bir də əsas vəzifəsi numerativ olmayan sözlərimiz var. Bunlar hansılardır? Otaq, qab, vedrə, yeşik, nüsxə, kəlmə, qazan, qab,
və s. Yəni bunlar isə və yaxud da qucaq, çimdik, bunlar isə əsas vəzifəsi numerativ olmayan sözlərdir. Məsəl üçün bir qab dovğa, bir vedrə su və s. bunlar. İndi gələk əsas məsələyə. Nəfər, insan anlayışı bildirən sözlərlə işlənir. Və məsəl üçün deyək ki, 3 nəfər oğlan, 5 nəfər oğlan və s. Yox, əgər ki, burada yəni sayla isim arasında işlənməzsə, bu zaman isə həmin sözü biz numerativ söz kimi yox, isim kimi götürəcəyik. Məsəl üçün deyirəm ki, 3 nəfər gəlmişdi. İki nəfər qapının ağzında dayanmışdı və s. Burada nəfər sözü numerativ söz funksiyasını daşımaz. Nəfər o zaman numerativ ola bilər ki, sayla ismin arasında işlənərsə. Bir də baş sözü var. Baş sözü əsasən ev heyvanlarına, fermer heyvanlarına istifadə zamanı deyilən ifadələrdir. 3 baş inək, 5 baş qoyun. Yəni insana aid edilmir bu söz. Bəzən isə soğan və sarımsaq sözlərinin də qarşısını işlənə bilər. 5 baş soğan gətir və s. Danışıq zamanı qədim dövrdə nənələrimiz, babalarımız soruşanda ki, ailədə neçə nəfər var? Biz ailədə 5 baş ailə deyirdilər və 5 baş adamdan ibarətik və s. Amma ki, baş ifadəsini insanlarla işlətmək düzgün deyil, bu zaman leksik norma pozular. Var ədəd. Ədədlərinə tək-tək sayıla bilən cansız əşyaların adını bildirən isimlərlə işlənir. Məsəl üçün, 5 dənə qələm. Və yaxud da ki, 5 ədəd kitab. Bir də var cüt dəst. Qoşa olan isimdən işlənə bilər. Məsəl üçün deyə bilərik ki, 2 cüt ayaqqabı. Və yaxud da ki, 2 cüt çorab. Beş dəst paltar. Sonra var məsəl üçün dəstə. Dəstə ifadəsini biz adətən quşlara, heyvanlara şamil edirik. Bəzi zamanlarda insan bildirə bilər. Bir dəstə uşaq və s. Tikə ifadəsi var, bir tikə çörək, nüsxə var, 2 nüsxə yazı və yaxud da cild, 3 cild lüğət, gətirə, bir gətirə şərab, top, 2 top parça, qəlib var ki, məsəl üçün qəlib adətən sabunla işlənir. Deyə bilərik ki, 3 qəlib sabun, göz, məsəl üçün 5 göz otağımız var, otaq və s. Bir də ki, bəzi numerativ sözlərimiz var ki, həmin numerativ sözlərin sayla isim arasında işlətməsi kəmiyyət fərqinə səbəb ola bilər. Məsəl üçün, bir qucaq odun, deyirəm ki, bir odun. Kəmiyyət fərqi budur ki, bir qucaq odun deyiriksə, qucağımıza ala biləcəyimiz qədər odundan söhbət gedir. Amma qucaq ifadəsini atanda bir odun deyəndə bir dənə odundan söhbət gedir. Və yaxud da deyə bilərik ki, deməli, bir qab meyvə
Və biz bunu silsək, bir meyvə, əldə tutduğumuz bir ədəd meyvədən söhbət gedəcəkdir. Yəni, numerativ sözlər, yəni belə deyərdim ki, kəmiyyət fərqi yarada bilir bəzən. Daha sonra, numerativ sözlər sayın quruluşuna heç yerdə təsir göstərmir. 100 adam deyəndə də, 100 nəfər adam deyəndə də sayın quruluşca sadə olduğunu görə bilərik. Ölçü vahidi bildirən bir sıra sözlərimiz var ki, riyaziyyatda kilometrdir, kilodur və s. Yəni, bunlar numerativ söz kimi işlənə bilən sözlərdir. Gəldik nəyə? Qeyri-müəyyən miqdar saylarına. Miqdar sayları. Qeyri-müəyyən miqdar sayları əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirir, tam bildirmir və nə qədər sualına cavab verir. Hansı suala nə qədər? Və bu sözlərimiz hansılardır? Az, çox, xeyli, biraz, bir qədər, çoxlu, yüzlərlə, minlərlə, onlarla, 5-6, 2-3 və s. Defisdə yazılan qeyri-müəyyən miqdar sayları təqribi miqdar saylardır, yəni təxmini. Məsələn, 5-6 təxmini miqdar sayıdır. Bu saylar nə qədər sualı ilə yanaşı, neçə suala da cavab verə bilər. Və 7-8 yeşik alma gətirdilər, neçə yeşik və ya ki, nə qədər yeşik. Yəni, təxmini miqdar saylar, yəni defisdə yazılan bu saylara nə qədər sualı ilə yanaşı, neçə sualını da verə bilərik. Bir də ki, yadda saxlayaq ki, qeyri-müəyyən miqdar sayları ilə isim arasında numerativ söz işlənmir, amma istisna olaraq onun içərisindəki təxmini miqdar sayları ilə isimlər arasında numerativ söz işlənə bilər. Məsələn, deyə bilərik ki, 3-4 adam və yaxud da ki 3-4 nəfər işlənə bilər nəfər. Üç-dörd nəfər adam. Yəni, qeyri-müəyyən miqdar sayları ilə isim arasında təxmini miqdar sayından söhbət gedir. Numerativ sözlər işlənə bilər. Bir də qeyri-müəyyən miqdar sayları sayın yeganə növüdür ki, quruluşuna görə həm sadə, həm düzəltmə, həm də miqdar, daha doğrusu mürəkkəb ola bilərlər. Məsəl üçün, xeyli, sadə, çoxlu, düzəltmə, biraz, mürəkkəb. Və yaxud da ki, biz düzəltməyə çoxludan əlavə olaraq yüzlərlə, minlər ifadələrini əlavə edə bilərik. Və qeyri-müəyyən miqdar saylarına sonra gələn isimlərin tək və əlkəmdə işlənməsində əzbərlədilməlidir. Çünki yəni məna növünün içərisində elə sözlər vardır ki, onlar özündən sonra gələn ismi cəmdə eləsi var ki, yalnız təkdə, eləsi var həm cəmdə, həm də təkdə tələb edə bilər. Az, xeyli, biraz, bir qədər, bir, iki, bu tipdə olan qeyri-müəyyən miqdar saylarından sonra gələn isim həmişə təkdədir. Deməli, azdır, xeylidir, birazdır, bir qədərdir, bir iki. Fikir veririk ki, tərkibində deməli az olan sözlər xeyli, bir qədər, bir iki. Bunlar həmişə təkdə tələb edir. Məsəl üçün, bir iki adamlar deyə bilmərik, bir iki adam deyə bilərik.
Az duzlar yox, az duz. Xeyli soğanlar yox, xeyli soğan. Yəni bu formada. Lakin üstəgəl bu kimi saylarımız, bu kimi saylar qarşısına bəzən ədatlarla da işlənə bilər. Ən az məhsul, ən az şəkil və yaxud ən çox şəkil və s. Yəni bu kimi ifadələrimiz bəzən ədatlarla da işlənə bilərlər. Bir sıra, bir çox. Cəmi bu bir ikisi. Bir sıra, bir çox. Bunlardan sonra gələn isimlər hər zaman cəmdədir. Məsəl üçün, bir sıra adamlar, bir çox yerlər və s. Lakin, çox, çoxlu, yüzlərlə, tərkibində larla, lərcə şəkilçiləri olan, minlərcə. Bunlardan sonra gələn isim həm təkdə, həm də cəmdə işlənə bilər. Çox, yüzlərlə, minlərlə, çoxlu. Minlərlə insan da deyə bilərik, minlərlə insanlar da deyə bilərik. Çox kitab da deyə bilərik, çox kitablar da. Həm təkdə, həm cəmdə olur. Deməli, az, xeyli, biraz, bir qədər, bir iki həmişə təkdə olur gələn isimlər. Bir sıra, bir çoxdan sonra gələn isimlər cəmdə olur. Çox çoxlu, yüzlərlə, minlərlə də həm təkdə, həm də cəmdə ola bilirlər. Bir də ki, bir sıra ifadəsi bəzən cümlədə mürəkkəb qalxın ayağa və bir sıra düzülün. Əgər sıra ifadəsi cərgə mənasını ifadə edərsə, bu zaman söz birləşməsi şəklində işlənər. Mürəkkəb say kimi yox. Sıra sayları hadisənin, əşyanın sırasını bildirir, neçənci və hansı sualına cavab verir. Sayların növləri içərisində yeganə say sıra saydır ki, hansı sualına da cavab verməyə bacarır və heç vaxt sayda olmur. Düzəltmə və mürəkkəb ola bilir. Çünki öncü şəkilçisi ilə düzəlir. İkinci, 6-cı, 15-ci və s. Sıra sayları digər saylardan fərqli olaraq daha çox isimləşə bilirlər. Məsəl üçün, 5-cilər qapıdadır. Qapıdadır kimlər? 5-cilər. Sıra sayları quruluşda deməli 2 cür olur. Düzəltmə və mürəkkəb, sadə sıra sayı yoxdur. Və sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilər. Bu o zaman mümkün ola bilər ki, saydan sonra gələn əşyanın özü paralel şəkildə qoşa-qoşa mövcud olsun. Məsəl üçün, deyə bilərik ki, 5-ci siniflər. Deməli, əslində 5-ci sinif çoxdur, ona görə də 5-ci siniflər deyə bilərik. Bu deməkdir ki, 5A, 5B, 5C, yəni bir çox 5'lər vardır. Sıra sayı bəzən konkret olmur, qeyri-konkret olur. Məsəl üçün, deyirəm ki, bu hadisə 90-cı illərdə baş vermişdi. Qeyri-konkret bir zamanı bildirdi. Sıra sayları miqdar saylarından fərqli olaraq sifətdə daha yaxındır. Nə üçün? Çünki neçənci sualı ilə yanaşı hansı sualında verə bilirik biz bu saylara. Və daha sonra sayların orfoqrafiyasından danışdıqda isə saylar sözlə də yazıla bilər. Məsəl üçün, deyə bilərik ki, 19. Saylar ərəb rəqəmləri ilə də yazıla bilir. 15. Ərəb rəqəmi və sözlə.
Məsəl üçün 5000 bir də Rum rəqəmi ilə yazıla bilər. Məsəl üçün 1, 10, 6 və s. Bəzən demək olar ki, müəyyən miqdar sayı həm rəqəmlə, həm də hərflə yazıla bilər. Onu demişik. Qeyri-müəyyən miqdar sayıları ən çox hərflərlə yazılır. Sıra sayıları həm rəqəmlə, həm də hərflə yazıla bilər. Məsəl üçün 5-ci. Ərəb rəqəmlə yazılan sıra sayılarında sözün son hecasına uyğun olaraq C şəkilçisi artırıla bilər. Məsələn, 5-ci, 6-cı. Sıra sayıları rəqəmlə yazılanda, rəqəmlə yazılan miqdar sayılarına mənsubiyyət hal və xəbəri şəkilçisi əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur və ixtisara düşmə hadisəsi baş verir çox vaxt. Sayılar eyni zamanda həm mənsubiyyət, həm də digər qrammatik şəkilçilər qəbul edə bilər. Bu zaman rəqəmlə ifadə olunan saydan sonra mənsubiyyət şəkilçisi yazılmaz. Məsəl üçün, ayın 5-də. Biz bunu necə qısaldarıq? Ayın 15-də. Yəni ki, mənsubiyyət şəkilçisi yazılmır, ixtisar olunur. Yəni bir sözə həm mənsubiyyət, həm hal artırdıqda mənsubiyyət şəkilçisi ixtisar olmalıdır. Bizim yəni orada ını yazmağımız artıq yəni ki, sözləri düzgün yerdə işlətməməmizdən irəli gələ bilər.